Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Öncədən hər kəsin qarşıdan gələn yeni il və həmrəylik bayramını təbrik edirəm. Hər birinizə ən önəmli can sağlığı və xoş günlər arzulayıram. İndi isə A101-dən aldığım əşyaları göstərəcəm. Bu cür gözəllər gözəli kirlilər səbəti aldım. Van otağına çox yaraşacağını düşünürəm. Daha sonra isə 90 cm-lik belə kiçik bir yeni il ağacı aldım. Yolka ağacı aldım. Daha sonra isə yolka bəzəkləri aldım. Türkiyədə yolka ağacı və yolka bəzəkləri tapmaq çox çətin məsələdir. Bu il ilk dəfədir şəhərin bu qədər bəzədildiyini, mağazaların bu qədər bəzədildiyini və mağazalarda yeni il aksesuarlarının, dekorlarının olduğunu görürəm. Belə bir şaxta babağı aldım. Çox keyfiyyətli deyil. Zaten keyfiyyətli olmağı çox gərək yoxdur. Belə yolka ağacı bəzəyi aldım, zər aldım. Daha sonra bu yolkanın ulduzu. Bunun üzərində biraz dəyişikliklər eləmişəm lakla. Daha sonra belə yolka şarikləri aldım. Eyni ilə bu cür şarikləri aldım. Çeşidlər çox olmur Türkiyədə. Yəni bunu tapdığımıza çox sevinirik. Bu cür qardancıqları formasında yolka bəzəkləri aldım. Daha sonra bu cür oğluma kiçik bir hədiyyə aldım. Bu qədər. Kanalıma abunə olun, məni takip etməyi unutmayın. Sağ olun, sevgiyle qalın.